Salam əziz şagirdlər və valideynlər, xoş gördük sizləri. Bugün sizlərlə İzə yayımları 3-cü sinif riyaziyyat kitabından qaldığımız yerdən davam edirik. Bugünkü mövzumuz müstəvi və fəza fiqurlarının əlaqəsi. Fəza fiqurlarının səthləri əsasən müstəvi fiqurlardır. Fəza fiqurlarına müxtəlif tərəfdən baxdıqda fərqli müstəvi fiqurları görünə bilir. Düzbucaqlı piramida, oturacağı düzbucaqlıdır. Silindr oturacağı dairədir. 5 bucaqlı prizma 5 bucaqlıdır. Baxırıq çalışma belə fiqurların rəngli üzlərinin adlarını yazın. 3 bucaqlıdır, düz bucaqlıdır, dairədir, kvadratdır. Baxırıq ikinci çalışmamıza ifadələrdən doğru olanların xanasına D, yanlış olanların xanasına isə Y yazırıq. Düzbucaqlı prizmanın yan üzləri düzbucaqlıdır, doğrudur. Kuboid və silindrin üzlərinin sayı bərabərdir. Xeyr, kuboid 6, silindrin 8 üzü var. Yanlışdır. Konusun alt üzü dairədir. Bəli. 3 bucaqlı prizmanın bütün üzləri 3 bucaqdır. Xeyr. Silindrin 3 üzü var. Bütün üzləri dairədir. Xeyr, 2 üzü vardır. Yanlışdır. Kuboidin bütün üzləri kvadratdır. Bəli. Keçirik indi də çalışma 3-ə. Baxağın çalışma 3 uşaqlar. Üzləri verilmiş fiqurların adlarını yazın. 3 düzbucaqlı, 2 3 bucaqlı, 3 bucaqlı prizmadır. Baxırıq ikinciyə. 6 dənə üz görürük. Hər biri düzbucaqlı formasındadır. Düzbucaqlı prizmadır. Baxırıq üçüncüyə. Digərində 2 kvadrat, 4 düzbucaqlı görürük. Əslində düzbucaqlı prizma adlanır. Kuboid. Baxaq indi də çalışma 1-ə. Hansı fəza fiqurunun üzləri 6 bucaqlıdan ibarətdir? 3 bucaqlı piramida, B bəndi düzbucaqlı prizma. Cavabımız olur B bəndi düzbucaqlı prizma. Baxırıq ikinci sualımıza. Bu fəza fiqurunun açılışında kvadrat alınması mümkün deyil. Əlbəttə ki, söhbət konusdan gedir. Baxırıq üçüncü misalımıza. Konusun üzlərinin çəkdiyi zaman görə biləcəyimiz fiqurları seçin. 1, 3. Cavabımız olur A bəndi. Baxırıq dördüncü sualımıza. Baxağın 4 bucaqlı piramidanın üzlərinin formalarını tamamlayan fiquru seçin. 5 üzü olur. 4 3 bucaq, 1 dənə kvadrat. Baxırıq uşaqlar. Əlbəttə ki, cavabımız olur D bəndi. Baxırıq indi də 5-ci sualımıza. Hansı fəza fiqurunun açılışı zamanı 2 fiqur çəkirik? Silindr, konus. Əlbəttə ki, konus. Cavabımız olur B bəndi. Baxırıq 6-cı sualımıza. Aşağıdakı fəza fiqurlarının hansının açılışında daha çox düzbucaqlı vardır? Silindr, piramida, 3 bucaqlı prizma, 4 bucaqlı prizma. Əlbəttə ki, 4 bucaqlı prizma. Baxaq uşaqlar 7-ci sualımıza. Baxırıq 3 bucaqlı piramidanın üzlərini çəksək, hansı fiqurları görə bilərik? Əlbəttə ki, həm 3 bucaq, həm də dairə. Yalnız 3 bucaq, 4 bucaqlı və 3 bucaq, yalnız 4 bucaq, yalnız 3 bucaq görə bilərik. Cavabımız olur C bəndi. Baxırıq 8-ci sualımıza. Şəkildəki fəza fiqurunun oturacağı hansı müstəvidir? A bəndidir. Baxırıq 9-cu sualımıza. Mehman bir fəza fiqurunun üzlərini çəkdi. Onun çəkdiyi şəkildə 5 həndəsi fiqur alındı. Mehmanın hansı fəza fiqurunun üzlərini çəkdiyini müəyyən edin. Əlbəttə ki, 4 bucaqlı piramidanı çəkib. Cavabımız olur B bəndi. Baxırıq 10-cu sualımıza. Baxağın silindrin açılışı haqqında hansı fikir yanlışdır? Əlbəttə ki, açılışda 2 dairə və 1-3 bucaq alınır. Yanlış cavabımız C bəndidir. Baxırıq 11-ci sualımıza. Açılışı verilmiş fəza fiquru hansıdır? Əlbəttə ki, hansıdır? Konusdur. Cavabımız olur C bəndi. İndi isə baxağın 12-ci sonuncu sualımıza. Doğru fikri seçin. A bəndi kubun bütün üzləri düzbucaqlıdır. B bəndi silindrin 2 üzü var. Cavabımız olur elə B bəndi. Əziz dostlar, bugünlük bu qədər. Növbəti videolarda görüşərik. Sağ olun.